Salam hörmətli izləyicilər, sabahınız xeyir olsun. May ayın 20-sində belə bir mənzərə ilə qarşı-qarşıyayıq. Lalələr Ordubad ətrafında Əylis düzündə bir ay bundan əvvəl açmışdı. Yavaş-yavaş dağa tərəf gəlir lalələr. Laləli yamar. Ha, ava bax, Rafael, ava bax. 2 dənə av, gördün mü? Bu de. Təsadüfə bax, sən. Heç bizdən qorxmurlar. Dağ keçiləri laləli yamaca bəzək vurdular. Çağır bəlkə gəldilər, apardıq evə. Aparaq sağaq. Heç qorxmurlar. Ancaq tam yaxınlaşdırmış. Yaza zəif çıxıblar, arıqdılar. Çek. Heç qorxmurlar ha. Maşallah. Yerlərimizi dəyişəcək. Gözdə maşın vurar, ehtiyatlı ol. Bizim lalələr aranda olan lalələrdən daha iri ləçəklidir, təravətlidir. Qərb kürəyi saçlarını qarıyır lalələrin. 3 dənəsini qırsam nə olacaq? Kəsir gəlməyəcək. Lalən elə yaxşı iyi olmur. Rəngidir, gözəlliyi. Rafael, hələ gəl o biri yamaca bax. Quzey tərəfdə də lalələr çom-çom. Burada internet yoxdur. Çayın otayındakı bağın üstündə yağ, yamaç, hər yer lalədir. Vaxt tapıb təbiətin qoynuna çıxmaq lazımdır. Göz oxşasın, könül də doysun. Keçilər uzağa getmir. Gedirəm keçin yanına qayıdım. Bunlar xəstədir, nədir? Geçsin, hələ şükür eləsin ki, qanun qaytaq var. Yoxsa insandan qorxmalı olduğunu biləcək. Canlı atır, sadəcə ləzzət eləyəcək. Asan mı? Canlı asan mı? Çek. Bəlkə düz çağırmırıq. İki deyil, ona keçu demək lazımdır. Bəlkə də elə yaxşı video çəkə bilmədim, yaxınlaşdırıb, uzaqlaşdırır videonun keyfiyyətini azalda bilərəm, ancaq həmişə olan hadisə deyil. Dağ keçsidir. Belə qarşımıza çıxıb qaçmamaları bir təsadüfdür. Ay, bu nədir belə? İnsan vəzdə gəlir, diqqətə gəlir. Belə şeyi görməmişik. Həyatımızda ilk dəfədir bu qədər lalə, belə yağıntılı yaz görürük. Ona görə bizə qeyri-adi gəlir. Elə yerlər var ki, bəlkə ildə onlar üçün təbiət belədir, onlar üçün sıradan bir şeydir. Dağların zirvəsində görüntülər. Lalələrin gözəlliyinə rəng qatan göy rəhli bir çiçək də var. Dünən 3 dənə dərzində yuyub bu hala gətirmişəm. Elə bil ki, zavoddan indi çıxıb. Tərtəmiz. Ustaya göstərəcəm, təmiz olsun ki, xarab olan detalları palçığın içindən söküb dəyişdirə bilsin. Konuşumuz kameraman Rafael də canlı açıb TikTok'da. Rafael Qasımov.
Bir bizim canlımız yoxdur. Keçilər getmədi. Son dəfə keçiləri yaxınlaşdırıram. Keçilərlə vidalaşaq gedək. Çox yaxınlaşdırdım deyirsən. Evet. Ben ekranda bir şey görmürəm. Nə görünər, görünər. Əlimdə də 5 lalə. Salamat qal.